Əbu Ləhəbi də deyirlər. Məsələn, deyirlər ki, Əbu Ləhəb Peyğəmbərin əmisidir. Əgər sən Quranda onun məsələn cavabını göstərə bilərsənmi? Yoxdur Quranda deyir cavabı. Onda hədislərə müraciət etməliyik. Və yaxud da deyir ki, fil hadisəsi Əbrəhədən bəhs olunur. Deyir Əbrəhəni göstərə bilərsənmi Quranda? Göstərənmərsən deyir. Halbuki bunların hamısının cavabı Qurandadır. Quranda mən o cavabı necə tapım? Quranın gözəlliyi odur, insicamul Quran deyirlər. Quran ayələri bir-biri ilə əlaqəlidir. Məsələn, açıram Fatihə surəsini. Fatihə surəsində nə deyir? Deyir Maliki yevmiddin. Din gününün maliki. Din gününün maliki nə deməkdir? Quran-Kərimin İnfitar surəsi var. Açıram onun axırıncı 3 ayəsində deyir və ma adraka ma yevmiddin. Din gününün nə olduğunu sən hardan biləcəksən və cavabını verir. Sonra gəlirsən digər ayəyə ki, ən'amtə nədir? Bu ayədə də baxırsan ki, məsələn, Peyğəmbərlə bağlı bəhs edilənlərdən gedir. Buna deyirlər siyaq və sibaq. Kontekstdən çıxartmadan həmin ayənin əvvəlkilərinə və sonrakılarına baxırsan ki, ayə ümumiyyətlə Məhəmməd Peyğəmbərdən bəhs eləmir. Bəs nədən bəhs eləyir? Baxırsan ki, burada bəhs edilən ayələri bir-birindən götürdüyün zaman Davud Peyğəmbərdən əlaqəli olduğu ortaya çıxır. Davud və Calut məsələsi Quranda bəhs olunur. Deyir ki, Rabbi şrah li sadri və yəssir li əmri. Məsələn, başqa bir Ələm nəşrə surəsi var. Ələm nəşrə ləkə sadrak deyir. Sənin qəlbini yarıb genişləndirmədikmi? Bunu izah edirlər ki, Peyğəmbər uşaq vaxtı olanda ürəyin kəsdirlər və s. Nağıllar, rəvayətlər danışıbdılar. Və amma biz baxırıq ki, bu ayə Musa Peyğəmbərlə bağlıdır. Niyə? Musa Peyğəmbər orada deyir ki, Rabbi şrah li sadri və yəssir li əmri vəhlul uqdatan min lisani yəfqahu qali sözümün başa düşdüyünü. Bu Musa Peyğəmbərlə bağlı olanı gətirib yenə Məhəmməd Peyğəmbəri çıxarıq.